Whitestone Tower şirkəti ilə Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər arasında qalmaqal böyüyüb. Bölgə TV xəbər verir ki, ərazidə yaşayan sakinlərdən 1-ci Qarabağ müharibəsinin şəhidi Heydər Həmidovun bacısı xanım Sultanova Pravda azı açıqlamasında baş verənlərlə əlaqədar bir sıra mühüm faktları açıqlayıb. O bildirib ki, Whitestone Tower şirkətinin özbaşınalığı ilə bağlı Nərimanov rayonu icra hakimiyyətinin qapısını döyən vətəndaşlar geri qaytarılıblar. Mən yeganə qardaşımı 1-ci Qarabağ müharibəsində şəhid vermişəm. Onun qızı isə Vətən müharibəsində öz həyat yoldaşı Mayor Anar Məmmədovu qurban verib. İndi mən həm qardaşımın qızına, həm də onun övladlarına himayəçilik edirəm. Onlar da bir neçə il bu evdə qalıblar. Ev soyuq olduğu üçün uşaqları bir otağa təmir edilmiş başqa evə göndərmişik ki, bu şəraiti mənimlə bərabər çəkməsinlər. Güya mənə icra hakimiyyətinin vəzifəli şəxsi zəng edib, dinləyib, problemi həll edib. Yalandır. Dəfələrlə qonşularımız Nərimanov rayon icra hakimiyyətinə gediblər. Onları qapıdan qaytarıblar. Elgin Həbibullayevi isə vəzifəyə təyin ediləndən hələ bir dəfə də olsun bu məhəllədə bir nəfərin qapısını açmayıb. Gəlib heç həyətdə soruşmayıb ki, nə probleminiz var. Bunu Jek də bilir. Jek axşama qədər Whitestone Tower şirkəti ilə mübarizə aparır ki, zibilləri təmizləsinlər, yolu bağlamasınlar. Heç olmasa çuxur qazıblar, üstünü örtsünlər. Bakı şəhər icra hakimiyyətinə də müraciət etmişdik. Zəng də etdik. Dedilər ki, bizlik deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə deyin. Hazırda şirkəti məhkəməyə verməyə hazırlaşırıq. Prezidentin, o cümlədən birinci vitse-prezidentin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına da müraciət etmişik. Hələ bizə cavab gəlməyib. Ərazimizin qırmızı xəttini göstərsinlər. Özlərinə məxsus zibilləri bizim həyətimizdən daşıyırlar. Zibil maşını əraziyə girə bilmir. Həyətimizi necə zəbt ediblərsə, onda konteynerləri də öz ərazilərində qoysunlar. Bizə avtomobil parklamağa da icazə vermirlər. Qablarla su daşıyırıq. Sultanova deyib ki, Whitestone Tower ideya tərəfindən ərazidə salınmış meydançanı tamamilə məhv edərək yerində öz layihəsini ucaldıb. İdeya İctimai Birliyinin rəhbərliyi uşaqlar üçün çox gözəl meydança hazırlamışdı. Şirkət həmin yeri zəbt etdi. Yerində 3 bina tikdi. Hazırda ideyanın saldığı meydançanı ləğv ediblər. Bu nə özbaşınalıqdır. Nərimanov rayon icra hakimiyyəti mətbuata açıqlama verməkdə maraqlı deyil. Qeyd, şikayətlə bağlı bundan əvvəlki yazı ilə əlaqədar Whitestone Tower şirkətinin nümayəndəsi əməkdaşımızla əlaqə yaradaraq saytdan yazını tamamilə ləğv etməsi göstərişini verib, onu ofisə dəvət edib. O həm də vətəndaşların dediklərinin heç bir əsası olmadığını bildirib. Maraqlıdır, şirkət özünü məsələdə tam şəffaf hiss etdiyi halda nə üçün hələ də saytımıza heç bir mövqe göstərməyib? Görüşmək bu qədər rahat idisə, indiyə qədər niyə ofislərində qazsız, işıqsız qalan sakinləri qəbul etməyiblər? Biraz araşdırdıqdan sonra məlum oldu ki, hüquqi ünvanı Az 1008 Bakı şəhəri Nərimanov rayonu Ələşrəf Əlizadə ev 42/9 mənzili 56 olan Whitestone Tower Ailə Park Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi isə Samir Fəxrəddin oğlu Yusubovdur. Bunu da xatırladaq ki, 2023-cü ildə Ailə Park Qapalı Səhmdar Cəmiyyətinin direktoru Hüseyn Eminoğlu Mədətov Cinayət Məcəlləsinin 314.2-ci zəhlənkarlıq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduğu maddəsi ilə ittiham olunmuşdu. İttihama görə o Bakı şəhəri Nərimanov rayonu Təbriz Həsənoğlu və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yerləşən, istifadəyə yararsız evlərin sökülərək yerində çox mərtəbəli Whitestone Towers yaşayış kompleksinin inşası aparılarkən, cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımi qaydada nəzarət etməmiş və müvafiq tapşırıqlar verməmişdi. Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərində olan əmlaklar sökülmüş və həmin vaxt orada olan əşyalar məhv edilmişdi. Nəticədə zərər çəkmiş şəxslərə ümumilikdə 728.893 manat dəyərində ziyan dəymişdi. Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilmişdi. Rəna Rövşən qızı, BTV.